Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu səfərki resept kərə yağı istifadə etmədən asanlıqla hazırlaya biləcəyiniz profiterol reseptidir. Xəmirinin ləzzəti, kreminin yüngüllüyü, şokolad sosunun isə möhtəşəmliyi insanı valeh edir. Sözü çox uzatmadan keçək reseptin hazırlanmasına. İşə ilk öncə kremi hazırlamaqla başlayıram. Kremi bişirəcəyim qazançaya unu, şəkər tozunu, nişastanı və südü əlavə edib topaq qalmayacaq şəkildə qarışdırıram. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın tam ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Qazançanı ocağa yerləşdirib, ocağın ən aşağı sürətində əlimi dayandırmadan qarışdıraraq qatlaşana qədər bişirirəm. Qaynayıb qatlaşdıqdan sonra ocağın altını söndürüb, üzərinə təxminən 40 qram ağ şokolad əlavə edib, şokolad əriyənə qədər qarışdırıram. Tez soyması üçün başqa qaba əlavə edib, üzərinə dəyəcək şəkildə streçləyib, soyuducuya yerləşdirirəm. Xəmiri üçün qazançaya suyu və duru yağı əlavə edib qaynadıram. Yağ və su tam qaynadıqdan sonra üzərinə duzu və şəkər tozunu əlavə edib qarışdırıram. Yağ və su qaynadığı üçün bu hissədə diqqətli olmağınız lazımdır ki, əlinizi yandırmayasınız. Unu tökməmişdən əvvəl ocağın altını söndürməyiniz daha məsləhətlidir. Xəmir toparlandıqdan sonra ocağın altını yandırıb 1-2 dəqiqədə ocaqda qovururam. Qovurmaq ona görə mütləqdir ki, bişdiyi zaman üzəri xırçıltılı və bərk alınır. Xəmiri ocaqdan götürüb başqa qaba əlavə edib kənarlara yayıram ki, tez soysun. İlıq halda olan xəmiri mikserin aşağı sürətindən 1-2 saniyə çalıram. Daha sonra yumurtaları bir-bir əlavə edib mikserlə çalıram. Bu prosesi qaşıqla da edə bilərsiniz. Mən bu reseptdə ümumi olaraq 5 ədəd yarım yumurta istifadə etdim. Yumurtanın miqdarı böyüklük və kiçikliyinə görə artıb azala bilər. Sonuncu əlavə edəcəyim yumurtanı isə tam çalıb yarı hissəsini əlavə edirəm. Xəmir tam olaraq bu halda olmalıdır. Nə duru, nə də sərt olmamalıdır. Xəmiri qənnadı torbasına əlavə edib araqlı olacaq şəkildə sıxıram. Üzərlərindəki sivriliyi götürmək üçün barmağımı suya bulayıb üzərini yastılayıram. Əvvəlcədən isidilmiş 160 dərəcəlik sobanın alt üst rejimində tam 1 saat bişirirəm. Profiterol bişənə qədər kremini hazırlayıram. Kremi soyuducudan çıxarıb mikserlə 1-2 dəqiqə çalıram. Ardıca 200 ml qaymağı əlavə edib yenidən çalmağa davam edirəm. Və krem tam hazırdır. Sözün əsl mənasını çox yüngül və olduqca da ləzzətli alınır. Artıq profiterol xəmiri bişdi. Üzəri sərt, xırçıltılı, içini isə sizlərə kəsib göstərirəm. İçərisi qupquru, qətiyyən nəmlilik belə yoxdur. Kremi doldurmaq üçün isə alt hissədən dəliklər açıram. Mən profiterol xəmirinin bir qismini kremlə doldurdum, qalan hissəsini isə buzluğa yerləşdirdim.
Buzluqda ən az 3-4 ay saxlamaq mümkündür. Şokolad sosu üçün 200 ml-lik qaymağı qaynatmamaq şərti ilə qızdırıram. Daha sonra üzərinə 100 qram şokolad əlavə edib şokoladlar əriyənə qədər qarışdırıram. Kremlə doldurulmuş profiterolləri qaba yerləşdirib üzərinə şokolad sosunu əlavə edirəm. Sözün əsl mənasında bugünə qədər hazırladığım ən ləzzətli profiterol reseptidir. Bu reseptlə alınmama ehtimalı yoxdur. Qeyd edim ki, bu reseptli eklərdə hazırlamaq mümkündür. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Resepti bəyənirsinizsə videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyinizlə daha gözəl videolar gələcək.